Hər kəsə salam dostlar. Bildiyiniz kimi Temunun sayəsində maşınımı yığa-yığa gedirəm. Həm də satıram bu arada, istəyən olsa. Yəni yığa-yığa gedirəm deyəndə əslində cüzi xərclərlə istədiyim vəziyyətə gətirəm bala-bala. Nədir? O məsəl üçün bir bu qol altısı idi. Bax belə səliqəsiz idi, havada səliqəli vəziyyətə gətirmişəm. Yəni belə göstərim arxadan falan, yəni görürsünüz. Biri rulun üzlüyü idi. Bax bunların hamısını Temudan çox bomba qiymətə zakaz verib gətirmişdim və indi isə Temudan 2 dənə də şey gətirmişəm. Bunlar nədir? Maşını xrom paketə yığmaq fikirləşmişəm və onun üstündə bax belə bir xrom hissələr gətirmişəm və xrom qapıların arasına vurulan xrom paketdə. O maşını xrom paketə yığmaq qərarına gəlmişəm, amma səhvən bunu da səhvən deyəndə bunu az almışam və bunu da az almışam. İndi görək mən bunu çatdırıb vura biləcəmmi, maşının istədiyim nöqtələrini hamısı satacaqmı? Getdik. Düz bax bu qara hissəni, bax bu xromla elə bir ki, maşına vid verəcəyini düşünürəm, qara maşına yaraşır. Həmçinin də o göstərdiyim bax bu hissə var ha. Bax, bunu isə, bax bu nazik hissəni isə qapının bax bu küncündən belə vurmağı düşünürəm, görək necə alınacaq. Deməli millət, bu dediyimiz xrom vuruldu artıq, düzdür. O ustaların vurduğu 120, 130, 140 manatlıqlardan onların verdiyi qədər səliqəli şey deyil, çünki əllə kəsilib də, yəni belə özüm şəxsən eləmişəm bunu. İçində zarafat edib, qəşəydir, səliqəli görsənir, həqiqətən məsələn, qıraqdan belə baxanda həqiqətən də qəşəy görsənir. Bir tərəfdə həmçinin eyni qaydada vuruldu. İndi yüngü belə çıxıntılar falan var, yəni baxın belə çıxıntılar falan var, o da belə maşına ümumi baxanda, yəni ümumi görüntünü daha da məncə gözəlləşdirir. İndi isə keçək şeyə. Bax ona getdik. Deməli hazırdır. Bax buranı vurdum. Sadəcə olaraq baxdım, gördüm ki bu arxaya çatmayacaq. Onun üçün təzədən bir də alınmalıdır. Həmçində köpəklə. Həmçində eyni qaydada bax buranı vurdum. Bax belə gördüyünüz kimi. Bu da heç öz yerində, arxası qaldı bir dənə. Görürəm ki, əslində belə də qəşəng görsənir. Yəni maşına qıraqdan baxanda görsən ki, həqiqətən də qəşəng görsənir. Amma tamamlansaydı lap əla olardı. Bir də qalıq qaldı. Elə bir ki, onlardan da götürdüm, qapının bu hissəsinə vurdum. Belə, məncə bu da səliqəli alınıb. Yenə də kommentlərdə öz fikrinizi yazmağı, fikrinizi bizimlə bölüşməyi unutmayın. Həmçində bu bir qapıları da vurdum. Yəni qaldı maşın yuyulmağı. Maşında biraz toz torpaqda seçdi. Burada həmsini vurdum. Eynisindən burada vurdum. Belə tamamladığımı düşünürəm. Bir dənə qalıb. Burada bir dənə şey olar, kommentlərdə yazın. Buradan belə gəlsin sizin fikrinizə, yoxsa buradan gəlsin. Məncə bu buradan gəlməlidir. Mənim fikrimcə buradan gəlməlidir. Buradan gəldikdə məncə daha qəşəng görsənir. Belə. Yəni bu maşını bu arada satıram, amma satmağıma rəğmən çox qəşəng maşındır deyənə hələ də az da olsa pul qoymağa davam edirəm. Yəni pul qoydum deyəndə, yəni bunların ikisinə bir yerdə 8 manat pul vermişdim. Yəni Temudan 120, 130, 140 manata dedim ki, düşündüm ki, almağımdansa bunu özüm 8 manat verib eləməyim yaxşı olardı. Yəni məncə də pis olmadı. Amma maşının görüntüsünə qəşəng təsir göstərdi hal-hazırda. Belə. Video bu qədər idi. Videonu bəyəndinizsə, onu nə qora görsənirəm orada. Obşum, videonu bəyəndinizsə kanala abunə olmağı və YouTube kanalımıza abunə olmağı onu dedim. Videoya like atmağı və kommentlərdə fikir bildirməyi unutmayın. Öpürəm hər birinizi. Allah'a emanet olun. Hələlik.